həm də ünlü bacısının qonşusu kimi danışacağım. Bəli, mən hər dəfə demişəm ki, bizim dövlətimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bəli, ulu öndərimizin siyasəti nəticəsində müstəqilliyimiz əldə olundu. Ancaq ki, biz belə deyək ki, bizim şəhidlərin qanı, canı bahasına bu torpaq azad olundu. Bugün bizim şəhidlərimiz bizi dünyaya tanıtdırdı. Bizim alnımızın ləkəsini sildirdi. Bizim kimliyimizi özümüzə qaytardı. Bizim şəhidlərimiz qəhrəmandılar. Bizim Elmarımız, bizim Məhlənin ən vətənpərvər bir oğlu kimi Polad Həşimovdan sonra o özündən könüllü deyəkmi, yox, çağırıcı deyəkmi, xeyr. Sadəcə olaraq özü öz yanından getdi və getdi qəhrəmancasına şəhid oldu. Bizim şəhidlərimizin hər biri bir dastan yazdı. Bizim şəhidlərimiz haqqında nə qədər filmlər də çəkilsə, nə qədər kitablar da yazılsa, nə qədər bugün bütün günü danışsaq da yenə azdır. Bəli, qəhrəman bizim bugün Elmar balamız, sən hər birimizin balasısan. Haqqı, ədaləti tutan anam hər vaxtı mərhəmətlə, alnı açıqlığı ilə hər vaxtı səni paylaşır, hər vaxtı səndən hünərlə danışır. Bütün analarımız, Allah şəhidlərimizə rəhmət eləsin, hər birimizin qarşısında baş əyirik. Allah qəhrəman şəhidlərimizin məkanı cənnət olsun, ruhları qarşısında baş əyirik hər birinin. Ümmi bacım, doğrudan da haqqı, ədaləti tutan bir ana kimi var olasan. Allah bütün şəhid analarımıza səbir versin, Allah sizə də səbir versin.